buraxılış imtahanlarında nəticələri ürək açandır. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Saray Qəsəbə 3 nömrəli tam orta ümumi təhsil məktəbinin 9-cu sinif şagirdləri 2025-ci ilin buraxılış imtahanında yüksək nəticələr göstərərək məktəbin uğurlarına daha bir yenisini əlavə ediblər. Məktəbdən verilən məlumata görə bu ilki buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərin böyük əksəriyyəti yüksək nəticələr toplayaraq həm məktəb, həm də valideynlərin qüruruna çevriliblər. Şagirdlərin göstəriciləri onların akademik hazırlığının, məsuliyyətli yanaşmasının və təcrübəli müəllimlərin fədakar əməyinin bariz nümunəsidir. İmtahanda yüksək nəticə göstərən, yüksək bal toplayan şagirdlərdən biri də mənəm. Yəni hədəfim, gözləntim 300 bal idi. Gələcəkdə vətənimə, millətimə, cəmiyyətimə uyğun bir şəkildə vəzifəli, bacarıqlı bir cərrah olmaq istəyirəm. İnşallah ki, hədəfimə çatacağam. Yəni bunun üçün də həm blokda 400, həm buraxılışda 300-ü toplamaq hədəfimdir. İl boyu yüksək əzmlə və həvəslə çalışaraq daha yüksək nəticələrə nail olmuşuq. Bundan da artıq nəticələrə 11-ci sinifdə nail olmağı məqsəd qoymuşuq qarşımıza. Şagirdlərin 9 illik nailiyyətləri kompleks amillər sayəsində mümkündür. Belə ki, həm məktəbdə, həm ailədə, həm də fərdi dəstək vermək mütləq şagirdlərə lazımdır. Və biz Saray Üssaylı Məktəb adından müəllim heyəti olaraq şagirdlərimizə yüksək nəticələr göstərməyimizin əsas səbəbkarlarındanıq və inanırıq ki, şagirdlərimizin davamlı davamiyyəti, eləcə də yüksək nəticələri daima yüksək olacaq və məktəbimizin adı hər zaman, hər yerdə uca olacaq. Bu 9 il ərzində bütün müəllimlərin qayğısını, diqqətini görmüşəm. Onların əziyyətini yerə vurmam üçün özlərimdə çox çalışıb. Bu ilki 9-un imtahanı 297 bal toplamışam. Gələn illərki hədəfimdə, yəni daha çox öz üzərimdə çalışıb, yəni vətənimə layiqli həkim olmaqdır. 2007-ci ildə tikilər istifadəyə verilən Saray Qəsəbə 3 nömrəli tam orta ümumi təhsil məktəbi qısa müddət ərzində təhsil sahəsində regionda seçilən məktəblərdən birinə çevrilib. 640 yerlik layihə tutumuna malik olan məktəbdə hal-hazırda 2100-dən çox şagird təhsil alır. Artan şagird sayı məktəbin nüfuzunun, təhsil keyfiyyətinin və valideyn etimadının göstəricisidir. Məktəbdə 120 müəllim fəaliyyət göstərir. Onların əksəriyyəti uzun illər pedaqoji təcrübəyə malik, peşəkar, daim öz üzərində çalışan və şagirdlərin fərdi inkişafına xüsusi diqqət yetirən müəllimlərdir. Bu heyətin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagirdlərə həm akademik, həm də insani dəyər aşılayan bir mühit yaratmaqdır. Həqiqətən də bu il bizim üçün çox qürur verici il oldu. Şagirdlərimizin əksəriyyəti yüksək bal toplayaraq bizi sevindirdilər. Biz onları bir kölgə kimi izlədik, məktəb rəhbərliyi, hətta müəllimlər. Hər ay biz onlarla monitorinq keçirdik, monitorinqlərin nəticəsini təhlil elədik. Təhlillər əsasında bir inkişaf dinamikası çıxartdıq. Zəif nəticə göstərən şagirdlərlə mütəmadi rəhbərlik, psixoloqlar, müəllimlər söhbət apardı və onlara motivasiya edici, həvəsləndirici, ruhlandırıcı, buraxılış imtahanından yüksək nəticə göstərəcək dərəcədə yüksək enerji verdik. Hətta özümüz də onlarla bir yerdə çalışdıq. Onların yüksək nəticə toplamasının bir növ açarı biz müəllimlər olduq, məktəb rəhbərliyi oldu. Biz çox sevinirik, həddindən artıq. Demək olar ki, bir sinifin əksəriyyəti yüksək bal toplayıblar. Biz mütəmadi dərsə gələn şagirdlərimizlə bir yerdə hər zaman testlər üzərində işlədik. Gündəlik dərslərimizi maraqlı keçirdik ki, onlar həvəslənsinlər. İmtahan suallarıyla uşaqları tanış eləyirdik. Onların gündəlik davamiyyəti və şagirdlərin özlərinin həvəsi, əzmi, əzmkarlığı, valideynlərin də bizlə bir yerdə dəstək verici şəkildə işləmələri. Biz məktəbdə valideyn, şagird, müəllim üçbucağı qurmuşduq. Bir-birimizlə əlaqə saxlayırdıq. Onların zəif nəticələrini, yüksək nəticələrini, iclaslar keçirdirdik. Bir-birimizlə əməkdaşlıq eləyirdik və nəticələrimiz də bu baxımdan mən elə fikirləşirəm ki, bu əməkdaşlığımızın nəticəsində və uşaqlarımızın özünün də bilik səviyyələrinin yüksək olması bunu sübut elədi ki, onlar hər şeyə qadirdirlər. Yüksək bal toplaya bilirlər və 11-ci sinifdə bundan da artıq bal toplayaraq bizi qürurlandıracaqlar, sevindirəcəklər. Mən buna inanıram.
Saray qəsəbə 3 nömrəli tam orta məktəbin son illərdəki nailiyyətləri təkcə buraxılış imtahanları ilə məhdudlaşmır. Məktəb rəhbərliyi və müəllim kollektivi daim çalışır ki, təhsil prosesində yeni texnologiyaların tətbiqi, interaktiv təlim metodlarının istifadəsi və fərdi yanaşma prinsipləri ön planda olsun. Bu yanaşma məktəbin uğurlarında əsas amillərdən biri kimi qiymətləndirilir. Şagirdlərin buraxılış imtahanında göstərdiyi yüksək nəticələr məktəbin təhsil strategiyasının düzgün qurulduğunu bir daha təsdiqləyir. Bu nəticələr təkcə bir tədris ilinin deyil, illərlə qurulan zəhmət, intizam və əməkdaşlıq mədəniyyətinin bəhrəsidir. Abşeron Xızı Regional Təhsil İdarəsinin bu ilki uğurlarına mən hər baxdıqca çox sevinirəm. Yəni qazanılan uğurlar böyükdür və təhsilə diqqət və qayğı da böyükdür. Və bu il bizim məktəb Respublika Fənn Olimpiadalarının final mərhələsinə qədər öz müəllimlərimizin hesabına heç bir repetitor müəllim tutulmadan final mərhələsinə qədər şagirdlərimiz gedib çıxdı. Eyni zamanda Respublika Fənn müsabiqəsinə, Lütfüzadə Olimpiadasına bizim şagirdlər vəsiqə aldılar və bu günlərdə onların da nəticələri açıqlanacaq. Yəni ən son mərhələ olan final mərhələyə qədər şagirdlərimiz gedib çıxdılar. Keçirilən bilik yarışmalarında şagirdlərimizin deməli seçilməsi oldu. Eyni zamanda idman yarışlarında, hərbi vətənpərvərlik yarışlarında uşaqlarımız öncül yerləri həmişə tutub qələbə ilə məktəbə qayıtdılar və eyni zamanda buraxılış imtahanlarında nəticələri ürək açandı. Həm 11-ci siniflər üçün, həm də 9-cu siniflərdə. Qeyd edim ki, bu il bizim 10 nəfər şagirdimiz fərqlənmə attestatına 11-ci siniflər üçün fərqlənmə attestatına namizəd görülmüşdü. Eyni zamanda artıq 9 illik ümumi orta təhsil haqqında nəticələr daxil olub. O nəticələri də ümumiləşdirərək mən hesab edirəm ki, daha çox sayda 9 illik ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görüləcək şagirdlərimiz olacaq. Mən təhsilimizə ancaq və ancaq uğur diləyirəm. Mən təhsilimizə ancaq və ancaq xoşluq diləyirəm. Mən Azərbaycan müəlliminə can sağlığı diləyirəm. Azərbaycan müəllimi əvəzsiz bir insandır və bütün cəmiyyətdən xahiş edirəm ki, müəllimlərə lütf göstərək, müəllimləri əziz tutaq, məktəbə müqəddəs baxaq. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün.